yaxşı iş tələb eləmək üçün aktyor bilirsiniz necə insandır. Aktyora dəyər ver, qiymət ver. Necə deyərlər, bu indi Çin maşınları var, suyunu yağını töksür. Yəni bu aktyor elə bir varlıqdır da, yəni o dəyər istəyir sadəcə. Bizim Azərbaycan aktyorları ümumiyyətlə sadəcə dəyər istəyirlər. Onsuz da bilirlər ki, yəni bizim arzusunda olduğumuz maddiyyatımız olmur, o maddi problemlərimiz həmişə var. Ona görə dəyər istəyir o. Mənə dəyər ver, mən də sənə iş verim. Biz nə qədər dəyər versək, dəyər verilməlidir. Sonra aktyora vaxt verilməlidir. Ondan istədiyin bir şeyi almaq üçün. Onun problemlərini həll eləməlisən. Evindəki problemlər var. Hansı ki, su pulusudur, qaz pulusudur, kreditidir, nə bilim, kvartirantıdır. Valla yerib milyonluq villada oturub obraza hazırlaşmağa nə var ki? Vallahi, yəni. Çətindir bizim. DiCaprio'nun villasını mənə bir ay verin. 2-ci ayda mən DiCaprio'lumda, yəni. O villada oturub hazırlaşmağa nə var? Senari oxuyan da var sənin üçün. İdmanın var, yeməyi, vaxtında nə qədər yemək yeməlisən. Bizə deyirlər ki, aktyorlar niyə özlərinə fikir vermirlər? Aktyor yetimin vaxtı var. Səhər 8-dən axşam 12-yə kimi çapır, oraya gedir, buraya gedir. Mən düzdür, şükür Allah, mən idmanımdan, filanımdan həmişə yəni, vaxtında bacardığım qədər edirəm. Amma əslində aktyor üçün onların xüsusi adamları olur, xüsusi həkimi olur, xüsusi qidalanmağa baxan onun o koçları olur, idman müəllimləri olur, öz evində idman zalı olur. Bunlar istərsəməz gündəlik proteinləri var, dərmanları var, iynələri var, nə bilim, bunun qida əlavələri var, vitaminləri var. O özünə baxmaq üçün bu hələ bir problem. İkinci, onun senarisini oxuyanına qədər var. Yəni o rahatlıqla senarini oxuyub belə tullayıb mən buna çəkilmirəm deyə bilir. Amma bizim aktyorlarımız onu deyə bilmir. Bizim aktyorlarımız eyni zamanda orada fəhləlik də eləyir. Bizim aktyorlarımız oturub gözləyir ki, ay Allah, nə olar, mənə bir serial qismətinə fərqi yoxdur. Gedim oynayayım, pul qazanım. Amma onlar onu rahatlıqla yox deyə bilirlər. Bizim yox demək lüksumuz yoxdur. Yox demək lüksumuz yoxdur. Plus onların, aktyorların hərəsinin bayaq siz demişkən koçları var. Hər aktyorla bir koç işləyir orada. Danışığını tapırlar, aktyorun xarakterini tapırlar, onu hər gün məşq edirlər, setdə məşq olunur artıq. O setə hazır gəlirsən, rejissor sadəcə səni yönləndirir. Amma bizdə, misal üçün, o şeylər yoxdur axı, hamısını aktyor özü edir.